Salam əziz şagirdlər. Növbəti video dərsimiz bərabərsizliklər mövzusuna aid olacaq. İlk öncə başlayaq intervallardan danışmağa. Birinci, x a-dan böyükdürsə, ədəd oxu üzərində bunu belə göstəririk. Ədəd oxunu çəkirik, ədədi qeyd edirik. Böyükdürsə, sağ tərəfə doğru iştirakləyirik. Və mötərizə formasında isə a müsbət sonsuzluq yazırıq. İkinci, 2 x böyük bərabərdir a-ya. Eynisi sadəcə olaraq a-nı alır. Əgər a-nın altında belə deyək də böyük bərabərlik işarəsi varsa, o zaman a-nı qaralamalıyıq. İki qara şəklində eləməliyik. Sağ tərəfə doğru iştirakləyirəm. Tək fərqimiz mötərizədədir. A müsbət sonsuzluq. Transkripsiyanın içərisində yazırıq. X kiçikdir b-dən. Ədəd oxunu çəkirəm. B-ni qeyd eləyirəm. Kiçikdirsə ştrixlərimizi sol tərəfə doğru çəkirik və mötərizə formasında mənfi sonsuzluq b kimi, həmçinin x kiçik bərabərdir b olduqda isə ədəd oxunu çəkirik, b-ni qeyd eləyirik, alır, d içini qaralayırıq, sol tərəfə doğru ştrixləyirik, mənfi sonsuzluq b. 5. A kiçikdir x kiçikdir b-dən. İki qat bərabərsizliyi yazanda heç birisini almırsa içi boş şəkildə bu formada qeyd edirik. Heç birisini almır deyə hər ikisinə yumru mötərizə. 6. A kiçik bərabərdir x kiçikdir b olduqda a-ya qaralayırıq. B-ni içi boş. A, b. A-nı alır, b-ni almır. 7. X kiçik bərabərdir b. Bu səfər b-ni alır, a-nı almır. A, b-yə də transkripsiya. 8. A kiçik bərabərdir x kiçik bərabərdir b. Hər ikisini də alırsa, hər ikisini də qaralayırıq və ştrixlədik. Hər ikisinə də transkripsiya qeyd edirik. İndi danışaq ədədi bərabərsizliyin xassələrindən. 1. Əgər a b-dən kiçikdirsə, b a-dan böyükdür. Məsəl üçün 3x-dan kiçikdirsə, x 3-dən böyükdür deməli. Və cavabı da 3 müsbət sonsuzluğu olacaq. 2. A b-dən kiçikdir, b də c-dən kiçikdir. O zaman a kiçikdir c-dən olacaq. 3. A böyükdür b-dən. C isə istənilən ədəddir. Müsbət, mənfi, fərqi yoxdur. İstənilən ədəddir. Bu bərabərsizliyin hər tərəfinin üzərinə c-ni əlavə elədiyimizdə və yaxud da ki c-ni çıxdığımızda bərabərsizlikdə heç bir dəyişiklik əmələ gəlmir. Bərabərsizliyin işarəsi olduğu kimi qalacaq. 4. A b-dən böyükdür, c isə müsbət ədəddir. Müsbət ədədi hər tərəfi vurduqda və yaxud da ki böldükdə bərabərsizlikdə heç bir dəyişiklik əmələ gəlmir. A vurulsun c böyükdür b vurulsun c-dən və ya a bölünsün c böyükdür b bölünsün c-dən. Ancaq 5-ci xəstə a b-dən böyükdür, c isə 0-dan kiçik ədəddir, yəni mənfi bir ədəddirsə, o zaman hər tərəfini mənfi bir ədədə vurduqda və yaxud da böldükdə yadımızda saxlayırıq ki, bərabərsizliyin işarəsi böyükdür yox, kiçikdir formasında olmalıdır və ya kiçikdirsə böyükdür, yəni əksinə dəyişməlidir. A bölü c kiçikdir, b bölünsün c-dən. 6-cı xəstə a böyükdür b-dən, c də böyükdür d-dən. Əgər bu bərabərsizliklərin işarələri hər ikisi də eyni tərəfə baxarsa, yəni böyükdürsə və yaxud da kiçikdirdirsə, o zaman onları alt-alta toplaya və vura bilərik. A vur D böyükdür B vur C-dən. Ancaq çıxma və bölmə əməllərini isə çarpaz yerinə yetirə bilərik yalnız. A çıxılsın D böyükdür B çıxılsın C və yaxud da A böl D böyükdür B böl C-dən. İndi isə danışaq iki qat bərabərsizliyin bunun iki qat bərabərsiz olan formasına A kiçikdir x kiçikdir B-dən, C kiçikdir y kiçikdir D-dən. Bu iki qat bərabərsizlikləri yadınızda saxlayın. Toplayarkən və ya vurarkən alt-alta, bölərkən və çıxarkən isə çarpaz yerinə yetirəcəyik. X topla y və işarələrin hər ikisi eyni tərəfə baxmalıdır.
A topla D, B topla C. X vurulsun Y. Sorry. Toplayanda alt-alta toplayırıq. Yəni, mən çıxmanı yerinə yetirdim burada. A topla C, B topla D. Vuranda A vur C, B vur D. Çıxanda və böləndə isə çarpaz yerinə yetiririk. C kiçikdir, Y kiçikdir D'dən. O zaman X çıxılsın Y olacaq. A çıxılsın D, B çıxılsın C. Və ya X bölünsün Y bərabərdir. A bölünsün D, B bölünsün C şəklində. Gəlin bir nümunəyə baxaq buna aid. Tutalım, verilibdir bizə uşaqlar. 3 kiçikdir, A kiçikdir 7-dən. -2 kiçikdir B-dən, o da kiçikdir 5-dən. Bizdən istəyir uşaqlar 3A çıxılsın 2B-ni. 3A çıxılsın 2B-ni tapmaqdan ötürü ilk əvvəl 3A-nı və 2B-ni tapmaq lazımdır. Gəlin tapaq. A buna bərabərdirsə, 3A isə 3 vurulsun bu ifadə olacaq. Yəni 9 kiçikdir 3A, kiçikdir 21-dən. Sonra 2B lazımdırsa hər tərəfi 2-yə vururam. -4 kiçikdir 2B, kiçikdir 10-dan. Və çıxma işini yerinə yetirəndə həmişə çarpaz yerinə yetiririk. 9-dan 10-u çıxırıq. 21-dən də -4-dür. 3A çıxılsın 2B'də olduğu kimi altda burada qalır. Deməli, 9-dan 10 çıxanda -1. 21 çıxılsın -4 isə 25-i verir. Bu aralıqdan bir qiymət götürmək olar. Sonra gəlirik növbəti xəssəmizə. Növbəti xəssəmiz belədir uşaqlar. Əgər bizim 2 ədədimiz, müsbət ədədimiz varsa, bu 2 ədədin ədədi ortası həmişə həndəsi ortadan böyük və bərabərdir. Yəni A və B ədədlərinin ədədi ortası onun həndəsi ortasından həmişə böyükdür və bərabərdir. Bu bizim 8-ci xəssəmiz. 9-cu xəssə isə aynən onun tərsi. Əgər bu iki ifadənin tərsi cəmi haqqında lazımdırsa, o zaman əgər müsbətdirlərsə, cavab həmişə 2 müsbət sonsuzluq olacaqdır. Əgər A mənfidirsə, yəni mənfi bir ədəddirsə, mənfi sonsuzluq -2 olacaq. Deməli, onların birləşməsində götürmək olar. Birinci bunu, sonra bunu da yazaraq götürə bilərik. İndi danışırıq xətti bərabərsizlikdən. AX üstə gəlinsin B, böyükdür 0, kiçikdir 0, böyük bərabərdir, kiçik bərabərdir 0 şəklində olan bərabərsizliyə xətti bərabərsizlik deyilir. Xətti bərabərsizliyi həll eləyəndə məlumları bir tərəfə, məchulları bir tərəfə yığıb adi tənlik qaydasında həll eləmək lazımdır. Məsəl üçün tutalım, verilibdir bizə belə bir nümunədir. Burada əvvəlcə birinci növbədə vurma bölməni, yəni mötərizələrin içini sadələşdirmək lazımdır. Sadələşdirsək olacaq 3x üstə gəlinsin 6 çıx 7 kiçikdir. 8 çıxılsın 4x üstə gəlinsin 18. Məchulları bir yerə yığanda 7x kiçikdir. 6-dan 7 çıxanda -1, -1 də bu yana keçirəndə 9. 9 üstə gəl 18-də nə eləyəcək uşaqlar? 27. 7x kiçikdirsə 27-dən, o zaman olacaqdır. X da kiçikdir, 27 bölünsün 4-ə. Burada elə belə yazmaq olar ki, 7 tam 6 tam 4-də 3 kimi. Kiçikdir 6 tam 4-də 3-dən. İndi isə danışırıq nədən? Başqa xətti bərabərsizliklər sistemindən başqa bir qeydə keçək. Deməli, A1x üstə gəlinsin B1 böyükdür 0, A2x üstə gəlinsin B2 böyükdür 0 şəklində olan bərabərsizliklərə xətti bərabərsizliklər sistemi deyilir. Xətti bərabərsizliklər sistemini həll edərkən hər birini ayrı-ayrılıqda tək-tək işləyirik. Aldığımız cavabları isə əgər sistem formasında verilibdirsə kəsişdirəcəyik. Məsəl üçün, belə bir nümunə verilibdir bizə. Gəlin bunları ədəd oxu üzərində həll eləyək və quraq. 2x topla 3 böyük bərabərdir 11-dən. O zaman 2x böyük bərabərdir 8-dən, x də böyük bərabərdir 4-dən. Bunu qeyd elədik. 3x çıxılsın 2 kiçik bərabərdir 21-dən, 3x kiçik bərabərdir 23-dən, x də
kiçik bərabərdir 23 bölü 3-dən. 23-ü də 3-ə böləndə 7/3-də 2-dən. Ədəd oxunu çəkirəm. 4-dən böyükdür və 4-ü alır. 4-dən böyükdür. Bundan kiçikdir. 7/3-də 2-ni də alır və onu da qeyd eləyirəm. 7/3-də 2 və ondan kiçik olduğuna görə ştrixləri sol tərəfə aparırıq. Xətti bərabərsizliklər sistemində alınan cavablar kəsişdirilməlidir. Kəsişmə nə idi? Ştrixlərin alt-üst düşdüyü hissə. Yəni 4-dən 7/3-də 2-yə qədər olan hissə bizə nəyi verir? Xətti bərabərsizliklər sisteminin həllini verir. Gəlin danışaq xətti bərabərsizliklər heyətini. Eyni ifadənin transkripsiya içərisində olan versiyasıdır. A1x üstəgəl B1 böyükdür 0-dan. A2x üstəgəlsin B2 böyükdür 0-dan və s. ilaxır. Xətti bərabərsizliklər sistemi deyilir buna və bu bərabərsizliklər sistemini həll edərkən hər biri ayrılıqda həll olunur və alınan cavablar birləşdirilir. Gəlin nümunəyə baxaq. 3x topla 2 böyükdür 21-dən, 4x çıxılsın 2 kiçikdir 6-dan. 3x böyükdür 18-dən, x də böyükdür 6-dan. 4x kiçikdir 8-dən, x də kiçikdir 2-dən. Deməli, 2-dən kiçik 6-dan böyük olmalıdır. 2 buradadır. 2-dən kiçikdirsə bu tərəfə doğru gedir. 6-dan böyük olmalıdır. Böyükdürsə bu tərəfə doğru gedir. Və birləşmə lazım olduğuna görə ştrix harda başlayır, harda bitir. Deməli, mənfi sonsuzluqda başlayır, 2-də bitir. 6-da başlayır, müsbət sonsuzluqda bitir. Bunları da birləşdirsək, bu da bizə cavabı verəcək. Xətti kvadrat bərabərsizliyi keçməmişdən əvvəl 2 qat bərabərsizliklə bağlı danışmaq istəyirəm. 2 qat bərabərsizlik nədir? 2 qat bərabərsizliyi necə həll eləmək olar? Əslində 2 qat bərabərsizliyi həll eləməyin müxtəlif yolları var. Ən sadəsi də isə budur ki, ortada x qalana qədər sadələşdiririk. Məsəl üçün 7 kiçikdir 2x minus 1 kiçikdir 19-dan. Bu 2 qat bərabərsizliyi həll eləyərkən ortada x qalana qədər sadələşdirmək lazımdır. 2x minus 1-dirmi? Hər tərəfin üzərinə 1 əlavə eləsək, deməli necə olacaqdır? Bizim ortadakı birimiz islah olunacaq, yox olacaq. 7 topla 1 kiçikdir 2x, çıx 1 topla 1, elə onun özünə də əlavə elədik, getsinlər. Kiçikdir 19, üstə gəlinsin 1. 8 kiçikdir 2, qız kiçikdir 20. Hər tərəfini də 2-yə bölsəm, olacaqdır 4 kiçikdir x kiçikdir 60. 2 qat bərabərsizliyi də həll elədik. Deməli, yolumuz nə idi? Ortada x qalana qədər əks əməllərlə onu həll eləyirik. Kvadrat bərabərsizlik. Ax kvadrat üstəgəl, bx üstəgəl, c böyükdür, böyük bərabərdir, kiçikdir, kiçik bərabərdir, 0 şəklində olan bərabərsizliklərə kvadrat bərabərsizliklər deyilir. Kvadrat bərabərsizlikləri həll eləyərkən bizə verilən ifadənin əvvəlcə vuruqlara ayırırıq və həmin vuruqları ədəd oxu üzərində sıfıra çevirən qiymətlərini qeyd eləyirik. Məsəl üçün, tutalım verilibdir bizə belə bir ifadə. Bunun bərabərsizliyin həllini istəyir. Nə edəcəyik uşaqlar? Əvvəlcə onu ortaq belə daha doğrusu çarpaz vurma ilə vuruqlara ayıracağıq. X, 4, 1. Çarpaz vuruq toplayanda mənfi 3 eləməlidirsə, verdim mənfini buna. Bir vuruğum olacaqdı x çıxdı, bir vuruğum olacaqdı x topla 1. Böyük bərabərdir 0-dan. Ədəd oxunu çəkdim. Mənfi 4-dürsə müsbət 4-ə, müsbət 1-dirsə mənfi 1-ə gedir. İnterval qururam uşaqlar. İntervaldan sonra işarə təyin eləyəcəyik. 4-dən böyük bir ədəd götürürəm. Məsələn 7. 7 bu mötərizələrin içərisini nəyə çevirir? Müsbət bir ədəd. Müsbətlə başlayırıqsa, istisna hal olmadığı müddətcə müsbət, mənfi, müsbət ardıcıl işarələr düzüləcək. Və 0-dan böyük aralıq istədiyinə görə olacaqdır. Mənfi sonsuzluq, mənfi 1, birləşir 4 müsbət sonsuzluq. Sonra isə kvadrat bərabərsizliyə aid başqa nümunələrə baxaq və istisna halı da elə buradaca qeyd eləyim. Deməli, bizim bəzi misallarda istisna halımız olacaq. Hansı ki, baxın, bunun kimi cüt dərəcədən qüvvət olan ifadələrdə. Deməli, əgər hansısa bir ifadənin cüt dərəcədən qüvvəti varsa və ya modul daxilindədirsə, o zaman uşaqlar orada istisna hal var və həmin halda işarələri ardıcıl düzmək mümkün deyil. İlk növbədə onları sıfıra çevirən qiymətləri qeyd eləyirəm. Mənfi 4. 2 interval qururam.
İşarə təyin edirik. İşarə təyin edəndə isə uşaqlar yadımızda saxlayırıq ki, ona istisna halı yaradan hər nədirsə, onun sağı və solu eyni işarədə olmalıdır. Ya da istisna hal olan ifadələri tək-tək bütün aralıqlarının işarəsini tapmaq lazımdır. Məsəl üçün 2-dən böyükdür. 2-dən böyük olan bir ədəd götürürəm 5. Bunu da müsbət edirmi? Bəli, deməli 4 mənfi 4-lə 2 arasında bir ədəd götürürəm. Məsəl üçün tutalım 0. 0 qoyduğum zaman 0 çıx 2 mənfi 2 kvadrat 4. 0. Bu da nə verdi bizə? Müsbəti. Müsbət, mənfi 4-dən kiçik bir ədəd götürsək, avtomatik mənfiləşəcək və cavab da mənfi istədiyinə görə mənfi sonsuzluq mənfi 4-dür və yadımızda saxlayırıq ki, bəzən elə hallar yaşanır ki, mənim qaraladığım ədəd aldığım cavabın içərisində olmur. Əgər belə bir halla rastlaşmısınızsa və ya rastlaşacaqsınızsa, diqqətli olun ki, əgər aldığım cavab onun içərisində yoxdursa, onu kənardan qeyd eləmək lazım. Deməli, başqa bir nümunəyə baxaq. X üçün 2-nin kvadratı vurulsun, x topla 4 kiçik bərabərdir 0-dan. İstisna haldır. Əgər bizim bir ifadəmiz modul daxilindədirsə və cüt dərəcədən qüvvəti varsa, o zaman biz buna istisna hal deyəcəyik. Normalda ədəd oxu üzərində onu sıfıra çevirən qiymətləri qeyd edirik və işarənin birini təyin eləməklə ardıcıl düzə bilirdik. Lakin istisna hallarda eyni işarələr yanaşı istifadə oluna bilir. Bunun üçün hər aralığı tək-tək işarəsini təyin eləmək lazımdır. Onu sıfıra çevirən qiymətləri mənfi 4 və 2 hər ikisini alır. İşarələri təyin elədiyim zaman 2-dən böyük bir ədəd götürək. Məsələn 5. 5-i qoyduğum zaman işarə olacaq müsbət. Daha sonra mənfi 4 və 2 aralığında bir ədəd götürək. 0. 0 çıx 2 müsbət. Bu da müsbət. Ona görə müsbətə çevrilir. Mənfi 4-dən kiçik bir ədəd götürdükdə isə işarə mənfi olacaq. Bizə isə 0-dan kiçik aralıq lazımdır deyə cavab mənfi sonsuzluq mənfi 4 və bir də onu qeyd eləyək ki, əgər qaraladığım ədəd aldığım cavabda deyilsə, onu kənardan mütləq qeyd eləmək lazımdır. Kənardan 2-ni də qeyd eləyirik. Keçək başqa bir misala. X-in kvadratı üstəgəl 2x vurulsun, x-in kvadratı çıx 5x üstəgəl 6 kiçikdir 0-dan. Bu ifadə uşaqlar tam vuruqlara ayrılmayıb. Biz bunu əvvəlcə birinci növbədə vuruqlara ayırmalıyıq. X kvadratı üstəgəl 2x-də x-ə ortaq vuruq çıxardanda x topla 2 eləyəcək. Bunu vuruqlara ayıranda isə gəlin çarpaz vurmadan istifadə eləyək. 2, 3. Çarpaz vuruq toplayanda mənfi 5 olması üçün hər ikisinə mənfi veririk. Deməli, vuruqlarımın biri x çıx 2-dir, digəri isə x çıxılsın 3 olacaq. X çıx 2, x çıx 3. Kiçikdir 0-dan. Ədəd oxunu çəkirəm. İstisna halımız yoxdur. Hər birini sıfıra çevirən qiyməti qeyd edirəm. 0, mənfi 2, 2, 3. İntervalları qururuq və 3-dən böyük ədəd götürürük. Məsələn, 5. Müsbət. Müsbəti təyin elədik. İstisna hal olmadığı üçün mənfi, müsbət olaraq işarələri ardıcıl düzə bilərik. Bizə lazımdır 0-dan kiçik aralıq. 0-dan kiçik aralıqda olacaqdı uşaqlar. Mənfi 2, 0 aralığı və 2, 3 aralığı. Heç birisini də ödəmir deyə kvadrat mötərizə şəklində yazmırıq. Baxaq başqa bir misala. X üstü 4 kiçikdir 81-dən. Yüksək dərəcəli bərabərsizlikdir. Bu bərabərsizliyi də həll eləyəndə uşaqlar vuruqlara ayırma üsulundan istifadə eləyərək həll eləyəcəyik. Bəzi şagirdlər hər tərəfdən kök alıb x kiçikdir 3 yazır və cavab mənfi sonsuzluq 3 qeyd eləyir. Bu yanlış haldır. Nə edəcəyik bəs? X-in üstü 4 çıxılsın 81 kiçikdir 0-dan. Vuruqlara ayırdığım zaman bunu olacaqdı x kvadratı çıx 9, x kvadratı üstə gəl 9. X-in kvadratı üstəgəl 9 elə bir ifadədir ki, o heç vaxt nə 0 olmur, nə də ki mənfi olmur. O həmişə müsbət ədəddir və bizim ona baxmağımıza ehtiyac yoxdur. X-in kvadratı çıxılsın 9 kiçikdir 0-dırsa da, ədəd oxu üzərində onu 0-a çevirən, yəni vuruqlara ayırırıq və ədəd oxu üzərində onu 0-a çevirən qiymətləri qeyd eləyirik. Biri mənfi 3, biri 3. İnterval qururam. İşarə təyin eləyirəm, müsbət, mənfi, müsbət. 0-dan kiçik aralıq. Mənfi 3, 3 aralığı. Daha sonra rasional bərabərsizlikdən danışaq. Məxrəcində dəyişəni olan bərabərsizlik rasional bərabərsizlikdir. Rasional bərabərsizliyi həll eləyərkən onu tam vuruqlara ayırırıq. Sağ tərəfdə 0 olmaq şərti ilə ədəd oxu üzərində interval üsulu ilə həll eləyirik. Məsələn, verilib bizə belə bir misal. X-in kvadratı çıxılsın 4 bölünsün x topla 1 böyük bərabərdir 0-dan. Sağ tərəfdə 0 iştirak eləyir. Lakin sol tərəf tam vuruqlara ayırmayıb. X-in kvadratı çıxılsın 4-ü ayıracam. X çıx 2, x topla 2 kimi müxtəsər vurma düsturunun köməyi ilə. Bölünsün x topla 1 böyük bərabərdir 0-dan. Ədəd oxunu çəkirəm. Onları 0-a çevirən qiymətləri qeyd edirəm. Mənfi 2, müsbət 2 və mənfi 1. Mənfi 2, müsbət 2 və mənfi 1.
Sadəcə olaraq diqqətli olmaq lazımdır. Məxrəcə sıfıra çevirən qiyməti heç vaxt burada ödəyə bilməz. İçi boş şəkildə qalmalıdır. Lakin -2 ilə 2-ni isə ödədiyinə görə içini qaralayırıq. İnterval qururuq. İstisna halı yoxdur deyə bir işarəni təyin eləmək kifayət eləyəcək. 2-dən böyük bir ədəd götürək. Məsələn 5. Müsbət, müsbət, müsbət. Müsbət olduqsa mənfi, müsbət, mənfi olaraq davam eləyəcək. Və 0-dan böyük aralıq istəyir. 0-dan böyük aralığımız olacaqdır. -2, -1 birləşir 2 müsbət sonsuzluq. Bu aralıqlarda cavab müsbətdir. Başqa bir misala baxaq. 3 çıxılsın x bölünsün 2 topla x böyükdür 2-dən. Deməli uşaqlar, biz burada çarpaz vura bilmərik qəti surətdə. 3 çıxılsın x bölünsün 2 topla x çıxılsın 2 böyükdür 0 şəklində yazıram. Məxrəcinə 1 veririk. Ortaq məxrəcə gətirəndə 2 topla x burada olacaq 3 çıx x çıx 2 vur 2 4 çıx 2x böyükdür 0-dan. Sadələşdirəndə yuxarını -1 çıxılsın 3x bölünsün 2 topla x böyükdür 0-dan. Ədəd oxunu çəkirəm. Ədəd oxu üzərində onu sıfıra çevirən qiymətləri qeyd eləyirəm. Biri -2-dir, biri isə -3-də 1-dir. -3-də 1. İnterval qururam. İstisna halımız olmadığına görə işarəni ardıcıl düzə bilərik. Məsəl üçün, -3-də 1-dən böyük bir ədəd götürək 5. 5 qoysam aşağı müsbət, yuxarı mənfi olur. Mənfini də müsbətə böləndə cavab mənfi. Mənfi, müsbət, mənfi. Və bizim cavabımız da olacaqdır -2, -3-də 1 aralığı. Heç birisini də ödəmir. Başqa bir misala baxaq. Sağ tərəfdə 0 olduğuna görə deməli sadələşib. Sadəcə olaraq vuruqlara tam ayrılmayıb. X-in kvadratı vurulsun. X çıx 3, x topla 3. Bölünsün. X topla 1. Kiçikdir 0-dan. Ədəd oxunu çəkirik. Sıfıra çevirən qiymətləri qeyd edirik. Və istisna halımız var. Çünki burada cüt dərəcədən qüvvətimiz iştirak edir. 0, -3, müsbət 3 və -1. Hər birini sıfıra çevirən qiyməti qeyd elədik və interval qururuq. İstisna hala görə hər bir aralığı tək-tək işləb yoxlamaq olar. Ya da istisna halı yaradan qiymətin sağını və solunu eyni işarədə də yaza bilərsiniz. 3-dən böyük bir ədəd götürəndə, məsələn 4, müsbət, 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 hər biri müsbət olur. Normalda müsbətdən sonra mənfi gəldiyinə görə bura mənfi və sağ və sol tərəfi eyni işarədə olmalıdır deyə istisna halı yaradan. Onda bu hissəyə də mənfi veririk. Mənfi, müsbət, mənfi olaraq davam edir. 0-dan kiçik aralıq istəyirsə, -1, mənfi sonsuzluq, -3, birləşir, -1, 0, birləşir, 0, 3 aralığı. Keçək digərinə, modul bərabərsizlikləri. Dəyişənin modul daxilində olan bərabərsizliklər modul bərabərsizliklər adlanır. Bu bərabərsizliyi işləyərkən bir dəfə olduğu kimi, bir dəfə isə bərabərliyin sağını və modul işarəsini əksinə dəyişməklə həll eləyirik. Əgər mənim misalımın bu hissəsində kiçikdir işarəsi varsa, alınan cavablar kəsişdirilir. Əgər orada böyükdür işarəsi varsa, alınan cavablar birləşdirilməlidir. Gəlin baxaq. 2x minus 5 kiçikdir 9-dan bir dəfə. 2x minus 5 böyükdür -9-dan. 2x kiçikdir 14-dən, x da kiçikdir 7-dən. 2x böyükdür -4-dən, x da böyükdür -2-dən. Ədəd oxunu çəkirəm. Deməli, burada kiçikdir olduğuna görə alınan cavablar kəsişdirilməlidir. 7-dən kiçik. 7-dən kiçikdirsə bu tərəfə doğru gedir. -2-dən böyükdürsə bu tərəfə doğru gedəcək. Və alınan cavablar kəsişdirildiyində cavab -2, 7 aralıq olacaq. Başqa bir misala baxaq. 2x minus 1 böyükdür x topla 4-dən və 2x minus 1 kiçikdir -x çıxılsın 4-dən. X böyükdür 5-dən. Və burada da bu 3x kiçikdir -3-dən, x da kiçikdir -1-dən. Ədəd oxunu çəkək. 5-dən böyük, -1-dən kiçik. Və ortada böyükdür işarəsi varsa alınan cavablar birləşdiriləcək. O zaman cavab olacaqdır uşaqlar mənfi sonsuzluq. -1 alınır. Yumrumu ötərsən 5 müsbət sonsuzluq. Bu bizim bərabərsizliyimizin cavabı. Əgər modul bərabərsizlikdə sağ tərəfdə duran ifadə mənfi bir ifadədirsə uşaqlar, o zaman o bərabərsizliyi həll eləmək olmaz. Ya cavab hər şeydir, ya da cavab heç nədir. Gəlin baxaq nə deyirik. Məsəl üçün verilib bizə belə bir misal. X modulda x topla 4 kiçikdir -3-dən. Biz bilirik ki, modul ifadəsi müsbət bir anlayışdır. Müsbət bir ədəd -3-dən kiçik ola bilməyəcəyinə görə belə bərabərsizliklə rastlaşdığımızda cavabı boş çoxluq olaraq qeyd edirik.
X topla 4 böyükdür mənfi 3 yazılsaydı ama modul müsbət bir anlayışdır. Bütün müsbət ədədlər mənfi 3-dən böyük olduğunu nəzərə alsaq, cavab hər şeydir. Yəni mənfi sonsuzluq müsbət sonsuzluq olacaqdır. Daha sonra isə sıfırla bağlı olanlara baxaq. Məsəl üçün modulda x topla 4 kiçikdir sıfırdan. Sıfırdan heç vaxt kiçik ola bilməz. Ona görə cavab boş çoxluqdur. Lakin eğer modulda x topla 4 kiçik bərabərdir 0 versə, sıfırdan kiçik ola bilməz. Lakin bir halda x topla 4 bərabərdir 0 olar, x da mənfi 4 olar. Böyükdür olsa, modulda x topla 4 böyükdür 0 verildiği zaman bir dənə qiymət alınır. Hansı ki o da onu sıfıra çevirən qiymət mənfi 4'tür. Mənfi 4'ü alsa, çünkü o sıfıra çevirecek ve ondan böyük yox, bərabər olacaq. Deməli, modulda x topla 4 böyükdür 0'dırsa, o zaman onun cevabını bir dənə mənfi 4'ten başqa bütün qiymətlər olaraq seçə bilərik. Mənfi sonsuzluq mənfi 4 birləşir mənfi 4 müsbət sonsuzluq. Daha sonra böyük bərabərdir olduqda isə cavab hər şeyi alacaq. Yəni cavab mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Daha sonra gəlirik irrasional bərabərsizliklərə. İrrasional bərabərsizlik nədir? Dəyişənin kök altında olan bərabərsizliklərdir. İrrasional bərabərsizliyi həll edərkən kökü bərabərliyin solunda tək saxlayıb hər tərəfi qüvvətə yüksəltməklə həll edirik və yadımızdan çıxartmırıq ki, irrasional bərabərsizlikdə kökün altı heç vaxt mənfi ola bilməz və kökdən heç vaxt mənfi çıxa bilməz. Onu nəzərə almaq lazımdır. Məsəl üçün kök altında 2x minus 1 böyükdür 7'dən. Bu bərabərsizliyi həll eləyəndə hər tərəfi kökün dərəcəsinə uyğun olaraq qüvvətə yüksəldirəm. Yəni 2x minus 1 böyükdür 7'dən. 2x böyükdür 8'den, x da böyükdür 4'ten. Ve aldığım cevabı mütləq yerinə qoyub baxmalıyam ki, eğer bu kökün altını neynir? Mənfiləşdirir, müsbətləşdirir. Bəli, 4'ü aparıb yerinə qoyub və 4'ten böyük qiymətlər götürsək, bu bərabərsizlikdə heç bir problem yaranmayacaqdır. Yəni kökün altı müsbət bir ifadə olacaq. Cavab olacaqdır 4 müsbət sonsuzluq. Başka bir misala baxaq, nümunəyə baxaq. Kök altında x'in kvadratı çıxılsın 2x, toplanılsın 1 olsun, deməli böyükdür 8'den. Belə bir misal verdiği zaman altındaki ifadeye baxırıq ki, uşaqlar, bu nədir? Müxtəsər vurma düsturudur, elə deyilmi? X çıxılsın 1'in kvadratı böyükdür 8'den. Cüt dərəcədən kök altından biz necə həll eləyirdik, necə alırdıq? Onu modulda çıxardaraq. Yəni bəzən irrasional bərabərsizliklər modul bərabərsizliyə keçid eləyə bilər. Bu bərabərsizliyin həllində də x böyükdür 8'den, x çıxılsın 1 kiçikdir mənfi 8'den. X böyükdür 9'dan, x kiçikdir mənfi 7'den. Yəni baxın, bu formada da misallarla rastlaşa bilərik. Başka bir misala baxaq. 3x çıxılsın 6 vurulsun kök altında olsun məsələn x'in kvadratı çıxılsın 25 böyük bərabərdir 0'dan. Belə bir bərabərsizliklə rastlaşanda biz bilirik ki, kök anlayışı müsbət bir anlayışdır. O müsbətdir. Bu deməli müsbət olmalıdır ki, aldığı cavab 0'dan böyük olsun, elə deyilmi? 3x minus 6 böyük bərabərdir 0'dan, 3x böyük bərabərdir 6'dan, x də böyük bərabərdir 2'dən. Cavab 2 müsbət sonsuzluqdur. Lakin bir dənə nəzərə alacağımız məqam da var ki, kökün altıda hökmən necə olmalıdır? 0'dan böyük ve beraber olabilir. Burada beraberlik işaresi olduğuna göre. O da verir bize x çıxılsın 5, x topla 5 böyük beraberdir 0'dan. Ədəd oxunu çəkirəm. Mənfi 5, müsbət 5. İnterval qururam. İstisna hal olmadığı için müsbət, mənfi, müsbət olarak devam edir. 0'dan böyük aralıq. Cevap o zaman bu hissələrdir. Eyni zamanda 2'den de böyük olduğunu nəzərə alsaq, onu da aşağıdan ştrixləsək, kəsişmə hissəsi deməli düşdü 5 müsbət sonsuzluğa. Deməli bu misalımızın cevabı 5 müsbət sonsuzluqdur. Bərabərsizliyə aid müxtəlif formalarda qarşımıza çıxa bilər. Diqqətli olunacağı məqam odur ki, irrasional bərabərsizlikdə kökün altını hökmən kənarda 0'dan böyük götürüb həll eləmək lazımdır. Ve diğer hallarda ise sağ tərəfdə bir ədəd və sol tərəfdə kök varsa, hər tərəfi kökün dərəcəsinə uyğun qüvvətə yüksəltmək lazımdır. Bərabərsizlik mövzumuzdan bu qədər. Sağ olun.